Hmm. Deməli, Süleyman, bugün səndən ilk dərsimiz. İlk dərsimizdə də ta əvvəldən başlayırıq. Yaxşı, natural ədədlərdən dərsi niyə bu şəkildə başa salıram? Ə, Qayd edirəm, YouTube-a yerləşdirirəm, təkrarına sən oradan baxa bilərsən. Yaxşı, əvvəlcə Tamam. qaydaları birlikdə, bütün qaydaları başa salacağım. Burada yazılan bütün qaydaları. Sən evdə amma bu qaydanı testlər başlamamışdan qabaq özün əvvəlcə sərbəst işləməlisən. Yaxşı? Bu belə. Daha sonra da başlayarıq tək nömrələri birlikdə işləməyə, cüt nömrələr evdə qalacaq. Yaxşı? Süper. Nəyə gücün çatır, işlə. Amma yaza bilmədim başqa şeydir. Yazmamaq, məsuliyyətsizlik eləmək, mənə yola vermək o başqa şeydir. Yaxşı, elə ki, dalaşmayaq. Çünki lap əvvəldən, sıfırdan başlayırıq. Ee, Yoxlamaya ehtiyac yoxdur, çünki Zeynəb artıq deyib. Ona görə vaxt itirmək istəmirəm də. Təxmini sən də özün bilirsən ki, yoxlasam vəziyyət necə olacaq. Ona görə heç ona vaxt itirmək istəmirəm. Elə sıfırdan başlayırıq. Amma bir ayın sonunda sınaq eləyəcəm. Bir ayın sonunda nə keçmişəm ondan, yəni bir ayın sonunda mənə yazdığı, öyrətdiklərimi geri qaytara bilməsən hazırlığı dayandıracağam. Yaxşı, hər ay sonu sınaq olacaq. Çünki niyə deyirəm, bax sən heç nə bilmirsən, amma mən səni yəni sınaq eləyib götürmürəm. Çünki mənə maraqlıdır ki, mən nə öyrədirəm, onu götürəsən. İndiyətən bilib bilmədiyim mənə maraqlı deyil. Mən bundan sonrası maraqlıdır. Okay? Yaxşı-yaxşı işləyirsən. Nə sualın oldu? Günün istənilən vaxtı qrupa yaza bilərsən, şəxsiyə yaza bilərsən, zəng eləyə bilərsən. Amma yəni mənə yalan danışma ki, yaza bilmədim deyib, amma yazmamaq, məsuliyyətsizlik eləmək tamam başqa bir şeydir. Sevmirəm elə şey. Yaxşı. Natural ədədlərlə başlayırıq. Nə deyir? Deyir, saymaq üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Yəni nə deməkdir? Məsələn, biz lampalar sayırıq ki, neçə lampa yanır? Deyirik 1, 2, 3, 4. Düzdürmü? Saymağa neçədən başladıq? Birden. Birdən. Deməli, ən kiçik natural ədədimiz neçədir? Bir. 1. Natural ədədlər N hərfi ilə işarə olunur. Ən kiçik natural ədədimiz 1-dir. Amma ən böyüyü bilmirik. Çünki sonsuz saydadır. Yadında qalsın. 0 natural ədəd deyil. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunlar bizim rəqəmlərimizdir. 0 natural ədəd deyil, bizim rəqəmlərimizdir. Yadından çıxanda bunu xatırla ki, natural ədəd nə idi? Sayarkən istifadə etdiyim ədədlər. Məsələn, mən deyirəm ki, hazırlıqda neçə nəfərik? Məsələn, 5 nəfərik. Düzüb saymaya başlayırıq. 1, 2, 3, 4, 5. Da sıfırdan başlamırıq ki, sən 0, 1, 2, 3, 4. Deməli, mən saymağa 1-dən başlayıramsa, ən kiçik natural ədədim 1-dir. Amma ən kiçik rəqəm desəm, hə, deyəcəksən ki, mənim ən kiçik rəqəm 0-dır, ən böyük rəqəm 9-dur. Amma ən böyük natural ədədi bilmirik, çünki natural ədəd sonsuz saydadır. Deyir, natural ədədin cəmi hasili qüvvəti natural ədəddir. Nə deməkdir? Yəni, məsələn, 2 ilə 5-i toplasam 7. 2 vur 5, 10. 2 üstü 5, 32 qüvvət. Bunlar hamısı natural oldu. Amma natural ədədin fərqi və nisbəti natural da ola bilər, olmaya da bilər. Nə deməkdir? Məsələn, mən sənə desəm 5-dən 2 çıx, deyəcəksən 3. Amma 2-dən 5 çıxsa -3. Bu artıq tam ədəddir. Başa düşdün? Tamam. Məsələn, ola bilər ki, deyərəm ki, 8-i 2-yə böl, deyəcəksən, hə, nə var 4. Amma 2-ni 8-ə bölsən artıq 4-də 1-dir. Bu olur rasional ədəd, yəni natural ədəd olmur. Ona görə deyir ki, natural ədədin fərqi və nisbəti natural ola da bilər, olmaya da bilər. Başa düşdün? Hı Bu hı. ən sadə hissələr. Sonra gəlir mərtəbələr və Hmm. siniflər. Mərtəbələr və sinifləri necə sənə izah eləyəcəm? Bax, elə düşün ki, bir dənə ədəd vermişəm. Sənə 6-7 rəqəmli bir ədəd. Deyirəm ki, Süleyman, gəl bu ədədi oxuyaq. Məsələn də belə yazıram. İndi bu ədədi oxumaq üçün qaydamız budur ki, sondan başlayaraq 3-3 ayırırıq. Düzdürmü? Siniflərə. Bax, bu 1, 2, 3, 1, 2, 3. İndi bunu oxusaq necə olur? 47 Hmm. milyon 610 bin 610 min 760. 761. Ay, bax bu 3 ayırdığımız bizim siniflərimizdir. Bu sinifin adı lap birinci. Bax bu sinifdir. Lap birinci. Arxadan 3 dənə gələrək təklik, onluq, yüzlük. Amma sinifin adı təkliklər sinifidir. Ondan sonra nə gəlir? Minliklər, 10 minliklər, 100 minliklər. Düzdürmü? Bu ikinci sinifin adı olur minliklər sinifi. Sonra nə gəlir? Milyonluqlar, 10 milyonluqlar, 100 milyonluqlar. Bu sinifin də adı olur milyonluqlar sinifi. Bu tərəfdə də ədədlər olsaydı milyardlıqlar sinifi olardı. Yaxşı? Bizim onluq sinifi deyə bir şeyimiz yoxdur. Yüzlük sinifi deyə bir şey yoxdur. Bax, bunlar olmur.
Yadında qalsın. Yüzlük sinifi, onluq sinifi diye bir şey olmur. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq, 10 milyonluq, 100 milyonluq, sonra ədədlər olsa milyardlıq, 10 milyardlıq, 100 milyardlıq. Bu şəkildə davam edir. Bu da bizim burada göstəribdir mərtəbələr və siniflərimizi. Sondan 3-3 ayırdıq. Gördün, təklik, onluq, yüzlük. Sinifin adı oldu. Birinci sinif, təkliklər sinifi. Minlik, 10 minlik, 100 minlik. İkinci sinifimizin adı oldu. Minliklər. Milyonluq, 10 milyonluq, 100 milyonluq. Üçüncü sinifimizin adı oldu. Milyonluqlar. Daha sonra milyardlıqlar, 10 milyardlıqlar və 100 milyardlıqlar. Bu da bizim dördüncü milyardlıqlar sinifimiz. Əslində bundan sonrası da var. Prosta bizə bura qədər yetərlidir. Natural ədədlərin onluq yazılışı və mərtəbə toplananlarının cəmi. Əvvəlcə gəl bunu rəqəmlərlə başa salım, sonra hərflərlə deyəcəm. Məsələn, 234-dü. Burada 2 dənə 100 var, düzdürmü? 2 vur 100. 3 dənə onluq var, 4 dənə də təklik var. Bir çoxluq yazılmır. Onda məsələn, 147-ni necə yazarıq? Ya da 447-ni necə yazarıq? 4 vur 100. Aha. Sonra 4 vurulsun 10. 7 vurulsun 1. Aysa, başa düşdün? Sağ 447. Əla. Məsələn, 2 rəqəmli olsa, 98 olsa, 9 vur 10. 8'de elə qaldı. aha, şu. İndi bunu hərflərlə verəndə, hərflərlə. Məsələn, AB, düzdürmü? Bu təklikdir, bu onluqdur. Bunu 10-a vururuq, bunu da 1-ə. 1-ə də vurmaya ehtiyacı olmur. Elə olur 10-a, üstə gəl B. B. İndi A, B, C versək, təklik, onluq, yüzlük. Onda, O 100 A aha, üstələnsin 10 B üstələnsin LC. C. Başa düşün? Var. Görsən burada A, B, C, D ilə necə verib? Təklik, onluq, yüzlük, minlik. 1000A, 100B, 10-ca üstə gəldi. Bu da oldu mərtəbə toplananlarının cəmi şəklində yazılışı. İndi növbəti bu cədvəlin içindəki qaydanı, özüm xüsusi bir yolla başa salacağım sizə. Öz ekranı kiçildim, o sağ tərəf mənə lazımdır. Bir dənə ədəd götürüb belə 9671 üzərində sənə 3 dənə qayda başa salacağım. 3 dənə nədir? Bunu kiçildim ki, ora bizə hələ ki lazım deyil. Amma ekranda qalsın. Bax, bölürəm bunu 3 yerə. Bu hissəyə diqqətli ol. Çünki uşaqların ən çox diqqətsizlik elədiyi hissədir. Hər üçünü 9671 üzərində izah verəcəm. 9671, 9671. Əgər mərtəbə sözü olmadıqda, nə deməkdir? Mən sənə sual verirəm ki, 9671 ədədində, məsələn, neçə təklik var? Neçə təklik var? Təklik 1-dir də, sıfırı yoxdur. Yəni, neçə dənə 1-i toplasam 9671 eləyər? 9671. Elə özü qədər. Aferin. Desəm, neçə onluq var? Onluğun bir dənə sıfırı var axı. Gedir ədədi yazırsan, onluğun bir sıfır olduğuna görə son bir rəqəmi silirsən. Deməli, neçə onluğu var? 960. O zaman desəm, neçə yüzlüyü var? 96. Düzdür. Yüzlüyün 2 sıfır olduğuna görə son 2 rəqəmi silirik. Desəm, neçə minlik var? 9. Aha, 9671-dən 1000-in 3 sıfır olduğuna görə son 3 rəqəmi silirik, deyirik 9. Bu hiss aydın oldu. Nə zaman bu şəkildə eləyəcəyik? Mərtəbə sözü olmadıqda. Mən sənə deyirəm, neçə təkliyi var, təkliklərinin sayı, onluqlarının sayı, yüzlüklərinin sayı. Görsən, burada mərtəbə sözü işlətmədim. Bir də ola bilər ki, mən sənə sual verərəm, o sualın içərisində artıq mərtəbə sözü olar. Nə deməkdir? Mən sənə deyirəm ki, 9761-in təklik mərtəbə vahidi. Yəni, təklik mərtəbədə hansı rəqəm durur? Hə, təklik Aha. 1. Bir. Aysa. Bir də soruşa bilərəm, təklik mərtəbə qiyməti. Yəni, bir dənə 1 neçə eləyir? Elə 1-i 1-ə vuranda 1. Bəs sual verə bilərəm, onluq mərtəbə vahidi. Yəni, onluq mərtəbədə hansı rəqəm durur? 71. 7. Ha, 7, hə, rəqəm 7. Amma onluq mərtəbə qiyməti deyəndə 7 dənə onun qiymətini soruşuram. 70. Aysa, 7 vurun 70. Gördün, mərtəbə sözü var. Bunların hamısında artıq mərtəbə sözü var. Yüzlük mərtəbə vahidi 600. yox, Yo, vahid. var 6. Bəs qiyməti Onda 600. onda olacaq 600. Bəs minlik mərtəbə vahidi 9. aha, bəs minlik mərtəbə qiyməti 9000. 9000. Başa düşdün? Hı. Bax, burada mərtəbə sözü yox idi. Amma burada artıq hamısında mərtəbə sözündən görsən istifadə etdik.
Daha sonra isə gəlir mərtəbə sözü də var, rəqəm də var. Mərtəbə plus rəqəm. Nə deməkdir mərtəbə plus rəqəm? Məsələn, mən sənə deyirəm ki, bir rəqəminin mərtəbə vahidi. Yəni bir hansı mərtəbədə durur? Durduğu mərtəbənin adı nədir? Təklik. Təkli. Yəni bir. Yenə buradakı kimi bir rəqəminin mərtəbə qiyməti 1 vur 1 eynidir. Qiymət burayla eynidir. Məsələn, 7 rəqəminin mərtəbə vahidi neçədir? 10. 10. Ay, sağ ol. Bəs 7 rəqəminin mərtəbə qiyməti 70. 70. Super. 6 rəqəminin mərtəbə vahidi 100'lük. 100. Bəs 6 rəqəminin mərtəbə qiyməti 600. 600. Super. 9 rəqəminin mərtəbə vahidi Minlik. 1000. Düzdür. Bəs 9 rəqəminin mərtəbə qiyməti 9000. 9000. Başa düşdün? Aha. İndi deməli fərq nə oldu bundan bunda? Burada həm rəqəm var, həm mərtəbə var. Həm rəqəm var, həm mərtəbə. Başa düşdün? Bu birisində eləcə mərtəbə var idi bu cərgədə. Всё. Bu da bizim oldu əsas qaydalarımızdan biri. Elə düşün ki, natural ədədlərdən bunu öyrəndinsə, natural ədədin 60-70%-ni öyrəndin. Əsas incəlik burdadır. Bunları bir-birindən fərqləndirmək bacar. İndi video qayd olunur, kömək lazım olsa yenə də təkrar baxarsan. Sonra nə deyir? Aralıqdakı tam ədədlərin sayı. Aralıqdakı tam ədədlərin sayı deyəndə nə nəzərdə tutulur? Deyir, AB natural ədədləri M ədədinə bölünərsə, bu intervalda M-ə bölünən natural ədədlərin sayı. Məsələn, sual nümunə ilə verirəm. Sayı deyirəm ki, məsəl üçün 10 və 120 intervalında, 10-120 intervalında 5-ə bölünən neçə dənə ədəd var? Yəni elə düşün ki, bu sənin A-dır, bu sənin B-dir, bu da sənin M-dir. Başa düşdün? 10-120 intervalında 5-ə bölünən düsturda yerinə qoyuram. B-dən, yəni ən böyükdən 120-dən çıxıram A-nı, yəni 10-u. Bölürəm M-ə 5-ə, üzərinə də 1 gəlirəm. 120-dən 10 çıxsaq 110, 5-ə bölsək 22, üstə də 1 gəlsək 23. Başa düşdün? İndi ola bilər ki, bölünməsin. Məsələn, mən sənə deyərəm ki, 23 97 intervalında 23-97 intervalında 10-a bölünən neçə ədəd var? Düzdürmü? İndi deyəcəksən müəllimə 23 də bölünmür, 97 də olsun. 23-dən bu yana 10-a bölünən ən kiçik neçədir 23-ün sağında? 20. 20 bu tərəfdə Ha, daxil. sağında 20. Ona bölünən 30. 30. İndi 97 bölünmür. 97-yə çatmamış. Bax elə bil 23-dən bu yana, 97-dən bu yana. Ona bölünən 90. 90. İndi gətir düsturda yerinə qoy. Bu A olur, bu B, bu da N. Ha, 120, 30 sərənsini 90 yazır. 90-dan B-də. Ha, çıxırdı ha. Aha. 30'u çıxırır. 30-u çıxırıq, bölürük. 5'ə. Neçəyə bölünmədən Ha, tapaq? 10'u. Aha, 10. Üzərinə də 1 gəlirik. Başa düşdün? Bəli. Bu da olur 7. Evet. 4-ünü də yazsaq 20, bir-bir yazsaq 30, 40, 50, 60, 70, 80, 90. Görsən saysaq 4-dən də 7 ədəd var. Başa düşdün? Bu qayda nə deməkdir? Buna aid 4 tapşırıqlarımız var. Cüt və tək ədədlər nədir? Natural ədədlər cüt və tək olmaqla 2 qrupa bölünür. Sonu 0, 2, 4, 6, 8 ilə bitirsə cütdür. Cüt ədədlər 2-yə qalıqsız bölünür. Nə bilim 12, 100, 1508. Sonu 0, 2, 4, 6, 8 ilə bitirsin. Ən kiçiyimiz 2-dir. Bu da sonsuz saydadır. Ümumi yazılışı da nə şəklindədir? 2 C bərabərdir 2 şəklində verilir. Tək ədədlərdə sonu 1, 3, 5, 7, 9 ilə bitir. Bunlar tək ədəddir, 2-yə qalıqsız bölünmür. Yəni orada ən azı qalıq 1 qalmalıdır. Ən kiçiyi 1-dir. 1-dən başlayır. 1, 3, 5, 7, 9 bu şəkildə gedir. Sonsuz saydadır. Ümumi yazılışı 2-nin üstə gəl 1-dir. Bu xassələr var. Bu xassələri mənə əzbərləməyə ehtiyac yoxdur. Məsələn, deyir təklə təkin cəmi cütdür. Gəl baxaq. 3 də təkdir, 5 də təkdir. Cəmi nə verir? Evet. 8 cüt. Cüt. Doğrudan da tək üstə gəl, tək bizə nə verdi? Cüt. İndi gəl 3-ü 5-ə vuraq. Təki təkə vuranda 15. 15 nədir? Tək. Tək. Təkin qüvvəti. Məsələn, 3-ün üstü 2 ya da 3-ün üstü 3 fərqi yoxdur. Üstü istəyir tək olsun, istəyir cüt. Ədəd özü təkdirsə, 3-ün kvadratı 9, 3-ün kubu 27. Ədəd özü təkdirsə, ikisi də nə oldu? Tək. Tək. Bax, məsələn, 5-in üstü 1, 5-dir. Düzdürmü?
5'in üstü 2, 25. 5'in üstü 3, 125. 5'in üstü 4, 625. Yəni fərqi yoxdur. Üstü istəyir tək olsun, istəyir cüt. 5'in özü nədir? Ədədin özü nədir? Tək. Düzdür. Bəli. Ona görə alınan cavabların hamısı olacaq tək. Tək. Bu da bu. İndi deyir təklə cütü toplayandır. Məsələn, tək 5'dir, cütlü 6'dır. Təklə cütü toplayanda nə verir? Ha, tək. Aha, 11 təkdir. 5'i 6'ya vursam nə verir? Təki cütə. 30. 30 təkdir cüt. 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 Başa düşdün? Cütün qüvvəti. Məsələn, bir dənə cüt ədəd yazacaq. 2. 2'nin üstü 2. 4. 2'nin üstü 3. 8. Nə bilim 2'nin üstü 5. 32. Fərqi yoxdur. Üstə baxmıram. Ha, ədədin özünə baxıram. Ədəd özü cüt ədəddirsə, cavablar da olur Cüt. cüt. Başa düşdün? Bəli. Sonra deyir cütlə cüt cütdür. Məsələn, 10'un üstü 12 gələndə ikisi də cütdür. 22 cüt verir. Məsələn, 4'ü 6'ya vuranda cüt cüt. Neçə olur? 24. 24 cüt. Bunları ezberləmək deyəcək. Nümunələrlə yadında saxlayacaqsın. Ədədin bölənləri və bölünənləri dedikdə nə nəzərdə tutulur? M natural ədədin bölündüyü hər bir natural, yəni M ədədinin 12'nin bölənləri nədir? 12'dən 12 özü və 12'dən kiçik. 12 hansı ədədlərə bölünür? Başa düşdün? 12 1'ə bölünür, 2'yə bölünür, 3'ə bölünür, 4'ə, 6'ya, 12. İndi 12 olması məsələn 20 üzərində gəl yoxlayaq. 20'nin bölənləri. 20 1'ə bölünür. 1'ə böləndə nə edir? 20. 20. 1'də 20'nin bölən. Aha, 2'ye böləndə nə edir? 10. 10. Bax, ikisi də böləndi. 3'e bölünmür, bir də 4'ə bölünür. 4'ə 5. böləndə 5. Hə, bunlar hamısı oldu 20'nin bölənləri. 1, 2, 3, 4, 5, 6. Oldu bölən. Başa düşdün? 20'nin bölənlər. Bir də var bölünənləri. Bax, yadında necə saxla? Bölən neçə hərfdir? 5. Bölünən sözü neçə hərfdir? 7. Düzdür, bu daha böyükdür. Bu, həmin ədəddən böyük ədədlərdir və 15'in bölünənləri, 15'in özü və 15'dən böyüklər. Məsələn, mən desəm 15'in bölənləri, bölən, 15'in özü və 15'dən kiçiklər. Başa düşdün? 15'dən kiçik, məsələn, 15 hansı ədədlərə bölünür? 5. 5'ə, 3, bir də 1. 1. Bu böləndir. Bir də var 15'in bölünənləri. 15, 15 artır. 15, 30, 45, 60, 75, 90. Bax, bu şəkildə gedir. Başa düşdün? Bəli. Bölən və bölünəni də başa düşdük. Sonra gəlir bölünmə əlamətləri. Bölünmə əlamətlərini də ezbər bilməlisən. Sonu 0, yaxud cüt rəqəmlə qutaran natural ədədlər 2'yə bölünür. Məsələn, yenə deyirəm 4, 7, 9, 3. Hamısı tutaq ki də təkdir. Məsələn, bunu da tək eləyirəm. Hamısı. Amma axırda bir dənə cüt son rəqəm cütdürsə, bu ədəd 2'yə bölünür. Ya da son rəqəm 0'dırsa, bu ədəd 2'yə bölünür. Rəqəmlər cəmi 3'ə bölünür nə deməkdir? Məsələn, toplayıram da 4, 7, 5, 1. İndi toplasam, burada tutaq bir dənə bir yazım. İndi hamısını rəqəmləri topla. 4, 7, 5, 1, 1. Toplasaq 2, 6, 7, 13, 5, 18. 18. 18 3'ə bölünürmü? Bəli. Deməli, bu ədəd 3'ə bölünür. Başa düşdün? Bəli. Rəqəmlər cəmi 3'ə bölünürsə, ədəd 3'ə bölünür. Sonra 4'ə bölünmə əlaməti necədir? Deyir, son 2 rəqəmi 0-dırsa 100 ilə yadında saxla. Ya son 2 rəqəmi 0 olsun, yəni neçə rəqəmli olur olsun, ha, fərqi yoxdur. Sonda 2 dənə 0 varsa heç baxma, deyirəm, bu ədəd 4'ə bölünür. Ya da ki, son 2 rəqəm, məsələn, son 2 rəqəmi 84'dür. Son 2 rəqəm 84 4'ə tam bölünürsə, və bu ədəd də 4'ə bölünür. Deməli, ya son 2 rəqəmi 0 olmalıdır, ya da son 2 rəqəmin əmələ gətirdiyi ədəd, məsələn, 84, 4'ə bölünür. Məsələn, mən sənə deyirəm ki, 564. Düzün, burada da nə bilim, ədədlər olsun da, məsələn, bütün hamısı yazıram da, ədəd. Amma sən onlara baxma da, son 2 rəqəmə baxıram. Hə, 64 4'ə tam bölünür, deməli, bu ədəd də 4'ə tam bölünəcək. Başa düşdün? Sonu 0 və 5 ilə qutaran ədədlər 5'ə bölünür. İstənilən son ədədə baxacaqsan. Sonda 0 varsa və sonda 5 varsa hansısa biri, məsələn 35, görsən 5'dir sonu. Nə bilim 1005, sonu 5'dir. Ya 0'dır. Sonunda 0, 5 varsa bu ədəd 5'ə bölünür. Həm 2'yə, həm 3'ə bölünürsə 6'ya bölünür. Həm 2'yə, həm 3'ə bölünürsə 6'ya bölünür. 8'ə bölünmə, 4'ə bölünmə kimidir. Amma son 3 rəqəmlə götürəcəksən. Son 3 rəqəmi 0 olmalıdır. Ya da ki,
Son 3 rəqəm, məsələn, yenə deyirəm də, bura yazıram hər şey. Məsələn, bura son 3 rəqəm 640-dır. Hə, baxıram ki, son 3 rəqəm 648-ə bölünür. Deməli, bu ədəd də 8-ə bölünür. 4-ə bölünmədə son 2 rəqəmə baxacaqsan. 8-ə bölünmədə son 3 rəqəm. Başa düşdün? 3-ə 9-a bölünmədə 3-ə bölünmə kimdir? Rəqəmlər cəmi 9-a bölünürsə 9-a bölünür. 0-la da bitənlər 10-a bölünür. Bitdi. Aydın oldu. Bəli. Sonra gəldim qalıqlı və qalıqsız bölmə. Qalıqlı, qalıqsız bölmə nədir? Tam bölünürsə, qalıqsız bölmədir də. Yəni, məsələn deyirəm 18 bölü 2, hə, deyirsən müəllimə 9, qalıq qalmadı. Başa düşdün? Bu olur Bəli. qalıqsız bölmə. Burada da bu olur, bunun adı bölünəndir. Bunun adı bölən. Bunun da adı qismət. Bölünən, bölən, qismət. Başa düşdün? Bəli. Bölünəni tapmaq üçün buradan bunları yazmaya ehtiyac bilmirəm, amma gəl yazaq da yenə. Bölünəni tapmaq üçün 18-i, qisməti vurmaq lazımdır böləni. Qisməti tapmaq üçün, qismət 9-u tapmaq üçün onsuz da görünür də. Bölünəni neyniyib? Bölüb böləni. Yox, böləni tapmaq istəyirəmsə, böləni tapmaq, 2-ni tapmaq istəyirəmsə, Bölünəni qismətə bölün. bölünəni qismət. Yəni sözlərlə yadında çıxırsa, sözlərlə. Belə misal kimi yazanda görəcəksən də 2-ni tapmaq üçün 18 9-a Bəli. böləcəksən. Onda görəcəksən. Bir də var bunun qalıqlı bölməsi. Yəni artıq orada qalıq qalır. Məsələn, bir dənə nümunə üzərində izah verim. Məsələn, deyirəm ki, gəl, məsəl üçün 15-i bölək 7-yə 2 qalıq 1. Düzdürmü? Deməli, bu olur bölünən birinci. Böyük olan bölünən. Bu olur bölən. Bu artıq qismət deyil. Natamam qismət. Tam bölünməyib axı. Ona görə tam bölünmədiyinə görə natamam qismət. Bu da bizim qalığımızdır. İndi gəl bir-bir hamısını yazaq. Burada yoxdur, amma gəl elə bu qarşısında yazım. Deməli, bölünəni 15-i tapmaq üçün mən nə etməliyəm? Bir düşün gör, bölünəni necə taparım? 7-ni 2-yə vur, amma qalıqda var. Üstə də qalığı Üstə gəlir. qalıq. Yəni qayda belə olur da, böləni vururuq natamam qismətə, üzərinə qalıq əlavə edirik. Başa düşün? Bəli. İndi desən böləni necə tapardın 7-ni? 15-i 2-yə bölüb qalığı çıxardı. Ya da ki, bölünəndən 15-dən. Əvvəlcə qalığı çıxaq, 15-dən biri 10. Sonra da bölək bölənə. Başa düşdün? Bəli. Bəs natamam qismət 2-ni necə taparıq? Yenə 15-dən 1 çıxarıq, qalığı qalığı, sonra çıxıb 7-yə bölərik. bölərik bölənə. Qalığı necə taparıq? Qalığı 7-ni Aha, vurdıq 2-yə, 2-yə, düzdür. 14, qalıqda 1. Düzdür. Neyniyək? Böləni 15-dən çıxırıq 14-ə. böləni birinci natamam qismətə vurduq. Bölünəndən də aldığımız cavabı çıxdıq. Başa düşün? Deyirəm. Sözlərlə çətin gəlir, amma misallarla daha rahat olur. Sonra növbəti gəlir sadə və mürəkkəb ədədlər. Sadə ədəd nədir? Birə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Birə və özünə bölünən. Məsələn, ən kiçik sadə ədədimiz 2-dir. 2, 3, 5. Yəni, bunları dillə deyim, sən vurma cədvəlində bunları görməmsən də. Yəni, nəyisə nəyə vuranda 19 eləyir, 17, 13, davamı var, 23, 29, 31. Yəni, bu şəkildə gedir, 37. Məsələn, 39 yox. Niyə? Çünki 39 3-ə bölünür. Başa düşün, 21 yox, 3-ə bölünür. Nə bilim, 33 yox, 3-ə bölünür. Yəni, bu sadə ədəd 1-1-ə bölünür. Məsələn, 17. 1-1-ə bölünür, 1 17-yə, başqa özünə, başqa heç niyə bölünmür. Onda olur sadə. Amma yox, 2-dən çox böləni varsa, biz artıq ona deyəcəyik mürəkkəb ədədlər. Məsələn, 4 niyə mürəkkəbdir? 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür. Neçə dənə böləni oldu? 3. 3 dənə. 2-dən çox olanda mürəkkəb olur. Başa düşdün? Bəli. Məsələn, 6-ya baxaq. 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür. Neçə dənə bölən olur? 4. Başa düşdün? Mürəkkəb. Ay sağ ol. Amma bir özü nə saydədir, nə mürəkkəb. O tək tənha Muxtar Respublikadır. Nə saydədir, nə mürəkkəb. Başa düşdük? Bəli. Daha sonra mürəkkəb ədədin sadə vuruqların hansı şəklində göstərilməsi nə deməkdir? 120 üzərində başa salıb, məsələn, sadə vuruq belə xətt çəkirdik. Ən kiçik, adı nədir? Sadə vuruqlar. Ən kiçik sadə ədədimiz də neçədir dedim? Sadə ədəd 3. 2. Hə, 2 də sadədir. 120-ni bölürəm 2-yə.
60. 2'ye bölünürsə yenə 2'ye bölürəm. 30. Yenə 2'ye bölünür. 15. 15 2'ye bölünmür. 5. 3. Ha 3'e bölündü. Aha 5, 5, 1. Görsən necə yazıb? 2 vur, 2 vur, 2 vur, 3, 5. Bəs o üstdəki nədir? Yəni 2-dən neçədə nədir? 2-dən neçədə nə yazıb? 1, 2, 3 3. 3 dənə. 3-dən neçədə Bir nədir? dənə. 1 dənə. 5-dən Bir neçədə dənə. nədir? 1 dənə. İndi gəlin onun üzərində başa salım. İndi 120'nin bax burada neçə dənə sadə vuruğu var? Sağda vurup. Aha, gəl ora neçə dənədir? Ha 5 tane mi? Asi, deməli ümumi 5 dənə sadə vuruğu var. Bəs neçə müxtəlif burada neçə müxtəlif ədəd görürsən? Neçə müxtəlif sadə vuruğu var? 3. 2, 3, 5, 3 Ha dənə. 3 tane. Bu da elə sadə böləndən eyni şey deməkdir. Mən sənə desəm neçə sadə böləni var? Bu da 3. Yenə 2, 3, 5 və bunlar eyni şeydir. Müxtəlif sadə vuruq, sadə bölən və ya müxtəlif sadə bölən. Bunlar hamısı eyni, yəni sinonim ifadələrdir. Başa düşdün? Bak. Desəm neçə sadə vuruğu var? Budur. Desəm neçə müxtəlif sadə vuruğu var? Neçə sadə böləni var? Neçə müxtəlif sadə bölən var? Bax, görsən burada göstərir. N. Yəni bunlar üçü də eyni şeydir. Başa düşdün? Bak. Bir də var ümumi bölən sayını tapmaq. Bölən sayını tapmaq necə olur? Bax, bunun üstündəki ədədlər var. Bir vahid artıb. 3'ü bir vahid ədədləri yox ha, qüvvətləri. 3'ü bir vahid artırsam neçə eləyir? 4. Biri bir vahid artırsam 2. 2. Bunu da bir vahid artırsam ki, bunları bir-birinə vur. 816. 16. Deməli bunun ümumi 16 dənə böləni var. Ya da deyə bilər 16 natural böləni var. Bilirsən hansıdır natural bölən? Məsələn 120 hansı ədədlərə bölünür? 1'ə 120 qalır. 2'ye bölünür 60 qalır. 3'ə bölünür 40. 4'ə böləndə 30. 5'ə bölünür 24. 6'ya bölünür 20. 8'ə bölünür 15. Bax burada 16 dənə olmalıdır. Gəl sayaq görək 16 dənə olurmu? 1, 2, 3, 4, 5, 6, 7. Yox, biri qalıb. Hə, bir də 10'a bölünür 12. O qalıbdı. Onu da yazım. Bir də 10'a bölünür 12. Gördün? Bax bu 16 nədir? Bax bu 16. Yəni bir-bir yazası olsaydım 120'nin ümumi 16 dənə böləni var. Bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Başa düşdün? Bak. Ya 16 böləni var, ya 16 natural böləni var. İndi tam ədədlər keçəndə deyəcəm ki, 16 müsbət tam böləni var. Müsbət tam bölən nə deməkdir? Tam ədədləri keçmişsiniz də müsbət 1, müsbət 2, müsbət 3, Bak. müsbət 4, müsbət 5. 16 dənə də mənfi tam böləni var. Yəni bunların mənfilərinə də bölünür. 120 mənfi 1'ə də bölünür, mənfi 2'yə, mənfi 3'ə, mənfi 4'ə, mənfi 5'ə. Başa düşdün? Onda 16'sı müsbət, 16'sı mənfidirsə neçə dənə tam bölən olur ümumi? 32. Deməli 32 dənə də cəmi ümumilikdə tam bölən var. Ümumi bölən sayı 16'dır. Düzdürmü? Bak. Neçəsi sadədir 16'nın? 3. 3'ü. 16'dan bir dənə 1'i çıx. Çünki bir nə sadə, nə mürəkkəbdir. 3 dənə də sadəni çıxsam 12 dənə də mürəkkəb bölən var. Mürəkkəb bildikdə nədir? Bak. Deməli bax, bu 1 nə sadə, nə mürəkkəbdir. 2 ilə 3, 5'i də çıxsam, yerdə qalan 12 bölən mürəkkəbdir. Yəni 4, 6, 8, 10. Bunlar 2'dən çox böləni olan ədədlərdir. Başa düşdük? Bak. Gəl indi daha kiçik bir ədəd üzərində izah verim. Məsələn, gəl 48 üzərində izah verək. Düzdürmü? İndi gəl əvvəlcə 48'i sadə vuruqlara ayıraq. 48'in sadə vuruqları. 24. Aha. O 4. Yo 2. Ha 4 sadə 12. deyil. Aha. 2. Mhm. 6. Mhm. 3. Hələ 2'yə Ha bölünürsə 2'ye davam bölünür. elə. 3. 3. 1. 1. Demək onu necə yaza bilərəm? 2'dən neçə dənə, 3'dən neçə dənə? 4 tane 2. 3 de bilemem. 1. İndi başdan başlayaq. Mən sənə sual verirəm ki, 48'in neçə sadə vuruğu var? Sağda vurup. Ha Ancaq kənarı say. 5 tane. 5 dənə. Bəs desəm 48'in neçə müxtəlif sadə vuruğu var? 2 tane. 2 dənə. Bəs desəm neçə sadə böləni var? Sağdım. O da 2 dənə, eyni 2. şeydir. Bəs desəm neçə müxtəlif sadə böləni var? Burada Bu üçü eyni şeydir. 2. O da 2'dir. Hansılardır? 2 və 3. Bax, istəyir müxtəlif sadə vuruq desin. İstəyir müxtəlif sadə bölən, istəyir sadə bölən. Bunlar üçü də eyni ifadədir. 2. Başa düşdün? Bak. Bura getdi. Yaxşı, neçə dənə natural böləni var, necə tapırdım?
4'lə 1'i toplayırıq. Yox, ay vururuq. Bir vahid artır. 4'ü. Hərəsində 5, 2. Deməli neçə dənə böləni var? 10. 10 dənə böləni var. Və ya deyə bilərəm 10 natural böləni var. Düzdürmü? Başqa nə var idi? 10 müsbət tam bölən. Başqa 10 mənfi tam bölən. Bəs cəmi neçə tam böləni var onda? 20. 20 tam böləni Tamam. var. Başa düşdün? Tamam. Bəs əgər bunun 10 böləni varsa, bunun da ikisi sadədir. Bir də nəyi çıxırdıq həmişə? Nə sadə, nə mürəkkəb olan bir ədədimiz var idi. O neçə idi? 1. Biri də çıxanda 10 çıx 3, 7 dənə də nəyi var? Mən mürəkkəb. Mürəkkəb bölən. Başa düşdün? İndi gəl mənə de görüm o 10 dənə bölən hansıdır? Bax burada yazıram. 48 nəyə bölünür? 1-ə bölünür. 48. 2'ye bölünür. 24. 3'e bölünür. Bölünür. 16. 4'e bölünür. 12. 6'ya bölünür 8. Все. Bak burada saysam 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Gördün de oradan da 10 dənə böləni var. Var. Buradan 2 ilə 3 sadədir. Bak 2 dənə sadə. Biri də çıxsam nə sadə, nə mürəkkəb? Yerdə qalır 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə də nə var? Başa düşdük? Var. Dəqiq. Var. Mesela mən sənə yazmışam burada 2 üstü 4, nə bilim 3 üstü 1, 5 üstü 2, 7 üstü 1. İndi bölən sayını necə tapacaqsan? Bölənlərin sayı necə tapılır? Hamısına bir var Aha. artırırıq, sonra bir-birinə vurur. Düzdür. 5 vur 2, vur 3, vur 2. Cavab lazım deyil. Prost qaydanı deyirəm. Yadımıza qalar. Var. Təkrar deyirəm. Axır burada özü də xüsusi qeyd edib ədədin müxtəlif sayda vuruqları və sayda bölənləri eynidir. Müxtəlif sayda vuruq, sayda bölən və müxtəlif sayda bölən bunlar eyni bir-birinə yaxın ifadələrdir, eyni şeylərdir. Yaxşı? Var. Gəldik qarşılıqlı sayda ədədlər. Qarşılıqlı sayda ədədlər nədir? Yəni qarşılıqlı sayda ədəd odur ki, onların ortaq böləni yoxdur. Məsəl üçün 12 düzdürmü? 12-yə yazıram ki, məsələn 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür, 12-yə bölünür. Düzdürmü? Bir də 25-i yazıram. Bir dəqiqə. Mən nə deyirdim? Bax 25-in bölənləri nədir? 1, 5, 25. İndi burada da ortaq olan nədir? Üstünə də 1. Birdən başqa heç nə yoxdur. Evet. Deməli bunlar qarşılıqlı saydadır.
Əgər ortaq böləni ancaq 1-dirsə, bu qarşılıqlı sadə olur. Başa düşdün? Bax. İndi məsələn 25-i silirəm. Deyirəm ki 20 ilə gəl baxaq görək 12 və 20 qarşılıqlı sadədirmi? 20-nin bölənləri hansılardır? 1, 1, 2, 4, 5, 10, 20. İndi ikisində də ortaq olan nə var? 1 var, 2 2 var, var. Ha, 4 var. 4 var. Bu qarşılıqlı sadə ola bilməz. Ha, başa düşdüm. Dəqiq. Bax. Qarşılıqlı sadə ədədlər hansılardır? 2 ardıcıl natural ədəd. Məsələn, bax 13, 14. Heç fikirləşmə. Bil ki, qarşılıqlı sadədir. 99, 100. Ardıcıldır da. 2 Ha, natural ədəd ardıcıl qonşudursa, bil ki, bunlar qarşılıqlı sadədir. Başa düşdün? bax. Məsələn, deyirəm 500, 501. Heç düşünmə. Ardıcıldır. Onlar qarşı sayı. Qarşılıqlı sadədir. Bir də 2 ardıcıl tək ədəd. Nətəri? Məsələn, 7, 9. Bunlar da ardıcıldır da. Təklərin ardıcılıdır. Başa düşdün? Bil ki, bu qarşılıqlı sadədir. Məsələn, deyirəm 103, 105. Bir-birinin ardınca gəlir də, düzdürmü? Bax. Heç düşünmə. Denən ki, qarşılıqlı sadədir. Bir də 1 istənilən ədədlə qarşılıqdır. Məsələn, yazıram 1, 100. Biri 1-dirsə, bil ki, bu da qarşılıqlı sadədir. Başa düşdün? 3 dənə qayda var ki, baxan kimi görəcəksən. Ardıcıl ədəd gördün. Məsələn, 15, 16. Halbuki 15-in nə qədər böləni var? 16, bax 15 1-ə bölünür, 3-ə bölünür, 5-ə, 15-ə. Bu da 1-ə bölünür, 2-yə bölünür, 4-ə, 8, 16. Amma nə olsun, yenə də ikisinin ortaq böləni nədir? 1. Ancaq 1 var. Başa düşdün? Ardıcıldırsa qarşılıqlı sadədir. Ardıcıl təkdirsə yenə qarşılıqlı sadədir. Bir istənilən ədədlə qarşılıqlı sadədir. Ardıcıl cüt olmur ha. Ardıcıl cüt ola bilməz. Onun əbobu 2-dir. Bax, 10, 12. Ardıcıl cüt gördünsə bil ki, əbobu 2-dir. 1 deyil. O zaman əbob da 2 olanda qarşılıqlı sadə olmur. Çünki 2-yə bölünür axı ikisi də ardıcıl cütlər. Ona görə qarşılıqlı sadə olmur. Başa düşdük? Əbob əkobu da başa sallam. Ən böyük ortaq bölən ən kiçik ortaq Bax. bölünən yenə ekran getdi. Bir dəqiqə kitabı açaq. Bura qədər başa düşdün? Bax. Az qalıbdı. Bir yarım səhifəmiz qalıb. Onu da başa salım, sonra testlərə keçirik. Deməli, ən böyük ortaq bölən nədir? Qələbəsi nümunə üzərində başa salım. Məsəl üçün 2 dənə kiçik ədəd verirəm. Deyirəm ki, gəl 6, 15 ədədinin əbobunu tapaq. Əbob nə deməkdir? Alım ortaq bölən. Yəni 6-ın bölənləri, 15-in bölənləri tapıram ki, 6-ın bölənləri hansılardır? 2, 1, 1, 2, 3, 6. 6. 15-in bölənləri hansılardır? 1, 3, 5. Aha. Bir də 15. 15. İkisində ortaq olan nə var? Orta olan 1 var, Aha. 3 var. 3 var. Bunların ən böyüyü hansıdır? 3. İndi başa düşdün nə deməkdir? Əbob. En böyük ortak bölüm. Akif, bölənlərin içinin ən böyüyü. Aydın oldu? Bax. Bu sənin oldu əbobun. 6, 15. Məsələn, indi mən sənə deyirəm ki, gəl 20 və 20 və məsələn 65-in əbobunu tapaq. Düzdürmü? Sən deyirsən ki, müəllimə 20-nin bölənləri nədir? 1, 2, 4, 4, 5, 5, 10, 20. 65-də də 1-ə bölünür, 5-ə, 13-ə, 65. İndi ikisində ortaq nə var? Ortak 1 var, 5 var. 5 var. Ən böyüyü Ən böyük neçədir? 5. 5. Hər dəfə belə tapmayacağıq axı. Bəs müəllimə, bunun asan yolu varmı? Bəli, var. Bir vurub bölənlər bəlkə nəsə yadımızdan çıxır. Sadə qruplara ayırırıq. 20-ni 2-yə bölürük, 2-yə bölürük 5, 5-ə bölürük 1. 65 2-yə bölünmür, 3-ə bölünmür, 5-ə bölürük. 13, 13, 1. İndi ikisində də ortaq olan nədir? İkisinin ortak olan 5. Gördün? Şu. Deyirik. 5-i 5-ə vurmuruq ha. Əbob Şu. 5 Əbob oldu. 5-dir. Beş. Aydın oldu? Ha. Digər başqasını deyək. Məsələn, deyirəm ki, gəl 33, bir də 77. Gəl indi 33, 77-nin əbobunu tapaq. İkisini də sadə vuruqlara ayırırıq. Aha. 11, o 11 elə 1, 77, 7, 11, 1. Ha 11, 11, bir də 1. İkisində ortaq olan nədir? 11, Əbob neçədir? 11. 11. Başa düşdün? Bax. İndi məsələn başqa birini deyim. Məsələn deyirəm ki, gəl 12, 18-in əbobunu tapaq. İkisini də sadə vuruqlara ayıraq. 12, 2, 6, 2, 3, 3, 1. 18'de 2, 9, 3, 3, böyle 3. 1. Düzdürmü? Şu. İndi ikisindən də ortaq nə görürsən? 2, 3, Bir də 3. Deməli, əbob neçədir? 3. Yox. 2 və 3. 2 və Yəni 6. 6.
Da buradakilara vurmursan. Bir tərəfdə olanları vurdum. 2 vur 3. Hə, Əbob oldu. 6. 6. Başa düşdük? Hə, Dəqiq. bəli. Birini də verim. Bir dənə də istəyək. Məsələn, deyirəm ki, 30 və 75-in əbobunu tap. 3, 10, Aha. 2, 6, 5, Aha. 5, 1, 1. 75 5, olar. 15. 3, Aha. 5 oldu. Yəni bunun 5. yerlərini dəyişsəz, yenə də axırda eyni şeylər alacaqsınız. Başa düşdün? Yəni normalda 2-yə bölüb sonra 3-ə bölməliyik. Amma yerini dəyişsən qorxusu yoxdur. İkisində də ortaq olan nə var? 3, 5. Onda əbob neçədir? 3'ü 5'e vurdu 11. Yox, əbob 15. Başa düşdün? Bu da əbobun Tamam. tapılması. Sadə vuruqları ayırırıq. İkisində də ortaq olanları tapır və onların hasilini tapırıq. Başa düşdük? Tamam. Bir də var əkobu. Əkob necə tapılır? Elə 12-18 üzərində ya bu dəfə də əkobu tapırıq. Sadə vuruqları ayırırıq. Yəni 12-ni 2-yə böldüm. 6, 2, 3, 3, Aha, 18. 2, 9, 3, 3, Aha, indi necə eləyirik? İkisində də ortaq olan. 2, bir de 3. 2, bir də 3. Düzdürmü? Əbobu bildik. Əbob neçədir? 6. 6. İndi əkobu gör necə tapırıq. Əkob ən kiçik ortaq bölünən. Nə deməkdir? Bax birini götür. Məsələn 12-ni dəst götür. Götürdün dayı 12-yə baxma. O birisində dairəyə alınmayan nə var? Yazıq daha baxır. 3. 12-yi 3-ə vururuq. 36. 36. Tərsi də olar. 18-i vur. 18-i vur. O birisində dairəyə alınmayan nə var idi? Qoy bir dənə yazıla. Ay sağ silsəm görəcəksən. Orada da cavab eyni şeydir. 30. Başa düşdün? Eyni şeydir. Var. Məsələn, əkob nədir? Məsələn, 12-nin bölünənlərini yazıram. 12-dən başlayır. 12, 24, 36, 48, 60, 72 belə gedir. Sonra 18-in bölünənlərini yazıram. 18, 36, 54, 72. Bax bu şəkildə. İkisində ortaq olan neçə var? 36, 36, 72 gedir. Ən kiçiyi nədir? Əkob. Ən kiçiyi. Ortaq bölünənlərin ən kiçiyi neçədir? 36. Gördün, oradan da biz 36 tapmışıq. Ha. Əbob bölənlərin ən böyüdür. Əkob bölünənlərin Ən kiçik. ən kiçiyidir. Başa düşdük? Var. Bu da oldu bizim əkobumuz. Əkobun tapılma qaydasını verdim. İndi burada bir neçə qayda var. Deyir abi natural adedlər üçün aşağıdakı düsturları bilməyimiz hava su kimi lazımdır. Məsələn, mən sənə deyirəm ki, get əkob 12-15-i vur əbob 12-15-i. Düzdürmü? Sən dayı oturub bunların əkob əbobunu hesablamırsan. Elə cavab 12 vur 15-in özüdür. Başa düşdün? Əkobu əboba vuranda elə ədədlərin öz hasili alınır. Və sən oturub hesablasan, Var. görəcəksən ki, bunların əkobu 60-dır. Əbobu da 3-dür. 63-ə vuranda elə 12 vur 15, 180 eləyir. Başa düşdün? Var. Cavablar bərabərdir. Var. Sonra o birisi qayda. Əkobu əboba böləndə isə S alınır. S nə deməkdir? Ortaq olmayan sadə vuruqlar. Yəni ki, nümunə üzərində başa salırlar. Məsələn, 12-15 üzərində izah verirəm. 12-ni 2-yə böləndə 6. 2-yə böləndə 3, 3-ə böləndə 1. 15-i 3-ə bölürük. 5, 5, 1. İkisində ortaq olan nədir? Ortaq olan. 6, 13. 3. Deməli, bunun əbobu neçədir? 6. Hanı? 9. 3. Eləcə 3. Всё. Bax, Ha, heç yoxdur. Axı birini- burada 3 olsa vurardıq. Yalnız. Əbob 3. Bəs əkobu neçədir? Açıp 12'ni 5'e vururuz. Aha. 60. Düzdürmü? Tamam. S nədir? 60-ı 3-ə bölsəm neçə eləyir? 20. 20. O 20 bilsən nədir? O dairəyə almayanlar var. Bax bu, bir də bu. Evet. Bunların hasil gör nə verirsə? 4, 5, 20. Bak. 20. Başa düşün bu S Tamam. nədir? Ortaq olmayan sadə vuruqların hasili nədir? Yəni bu dairəyə almamısan yazıq bizə baxırlar orada. Bax onlar Evet. ortaq olmayan sadə vuruqlardır. Onların da hasili bizə verir bax bu S-ni. Evet. Sonra bu düsturları düzü əzbər bilməlisən. Hava su kimi bizə lazımdır. Əbobu tapmaq üçün hasili S-yə bölməlisən. Yadında saxla da əbob daha kiçik olduğu üçün S-yə bölür. Əkob daha böyük olduğu üçün S-yə vurur. Burada. Qarşılıqlı sadə ədəddirsə, məsələn, kiçik ədəd üzərində verim də, məsələn, biri 5-dir, biri də 9. Qarşılıqlı sadə ədəddir. Əgər qarşılıqlı sadədirsə, yadında saxla, ortaq böləni onsuz da bilirik. 1-dir. Əkobu tapmaq istəyirəmsə, deyirsən ki, hə, müəllimə, qarşılıqlı sadədə əbobu 1-dir. Əkobunu tapmaq istəyirəmsə, nə edəcəm?
Bunları bir-birinə. Vuracağım. Əköp neçə olacaq? Bak, 41. 45. Başa düşdün? Təkrar deyirəm. Əgər ədədlər qarşılıqlı sadədirsə, əbobu 1-ə bərabərdir. Yox, əkobu isə onların hasilinə bərabərdir. Şu, bu da aydın oldu. Tamam. Gəldik sonraki qayda, 6-cı qaydamıza bax. Bir dənə bax bu hissə qalıb. O hissə təzə dərsdə çoxluq. Bu hissəni də başa salım yekunlaşır. Nə istəyir bizdən? Əgər A ədədi B-yə bölünürsə, mən bunu bu şəkildə yazdırıram uşaqlara daha rahat olur. Deyirəm A ədədi B-yə bölünürsə, deməli bölünürsə bu A bölünəndir da, düzdürmü? B Bak, böləndir. Ədədlərdən hansı bölünürsə o böyükdür. Hərf sayı çoxdur bax, düzdürmü? bak. Bu böyük ədəddir. Böyük ədədin hərf sayı çoxdur. Bölənin hərf sayı azdır, o kiçikdir. Yadında saxla. Ədədlərdən böyük olan sənin əkobundur. Kiçik olan sənin Abo. əbobundur. Nümunə üzərində verirəm. Bir-birinə bölünən ədəddir. Məsələn, 10, 20. Düzdürmü? Burada kiçik olan hansıdır? 10. 10. 10 sənin Abo. əbobundur. 20 sənin Çok. əkobun. Başa düşdün? Nə deyir? A ədədi B-yə bölünürsə, A ədədi B-yə bölünürsə, deməli bölünür. A böyükdür. Böyük olan bizdə nə verir? Əkob. Kiçik olan bizdə nə verir? Əbob. Başa düşdük? Bak. Daha sonra bir də K ilə başa salım. K vur A, K vur B nə deməkdir? Məsələn, yenə 15 20 üzərində başa salım. Məsələn, sənə deyirəm ki, gəl 15 20 ədədlərinin əbob əkonu tap. Necə tapacaqsan? 15 3 vur 5 deməkdir. 20 də 4 vur 5. İkisində ortaq vuruq nədir? 5. 5. Bu sənin K-dır. Bil 5-i qabağa atıb, sən 3 ilə 4-ə əbob tapa bilərsən. Əbob 3 4. Zaten bilirsən 3 4 də ardıcıl ədəd olduğuna görə əbobu nəyə bərabərdir? Birbirine vur. Əbob Abo 1-ə. bir harbe. 5-i də 1-ə vuranda bu da bizə verir. 5. Əbobu oldu 5. Bak. Əkobunu tapanda yenə 5-i atıram qarşıya. Amma 3 ilə 4-ün əkobuna. İndi bayaq dedin, əkobda nə edirik? Birbirine vur. A isə 3-ü 4-ə vurduq 12. 5-i də 12-yə vurduq 60. Başa düşdün bu K nədir? K ikisində də ortaq olan böləni atır qarşıya. Məsələn, başqa bir nümunə üzərində verək. Məsələn, deyirəm ki, 18, 22. Və kiçik ədədlər üzərində verim də. Məsələn, 10, 12. Düzdür? 12-nin sadə vuruqları ayırsaq, bunu 2 vur 5 yazaram. Bunu da 2 vur 6. Düzdürmü? Bak. İkisində ortaq olan nədir? 2. 2. Əbobu tapmaq istəyirəmsə 2-ni atıram qarşıya. Geridə nə qaldı? 2-ləri çıxardanda. 5. 5 ilə 6-nın əbobu Altı, neçədir? 1. 1. 2-ni 1-ə vuranda 2. Bak. Əkobu tapmaq istəyirəmsə 5 ilə 6-nın əkobunu tapıram. 5 ilə 6, aha, 30. 2-ni də 30-a vursam 60. 60. Bu da sənin olur əkob. Başa düşdün? Bax bu qayda da budur. Bir də sonuncu qaydanı başa salım. AB ədədləri üçün bu nə deməkdir? Natural bölənlərin sayını başa saldım. Məsələn, mən dedim 2 üstü 3-dür, 5 üstü 1-dir, nə bilim 7 üstü 3-dür. Natural bölənlərin sayını necə tapacağıq? Her üstüne bir artırırıq. Mhm. Sonra da birbirine vur. 4, 2, 4. So, bunları da bir-birinə vururuq. Deyirik natural bölənlərin sayı. Bunu demişəm. İndi bunu başa salıram. A-dan kiçik və A ilə qarşılıqlı sayda olan ədədlər. Məsələn, kiçik ədəd üzərində başa salıram. Məsələn, 15 ədədi. Mən sənə deyirəm ki, 15-dən kiçik olan ədədlərimiz hansılardır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Düzdürmü? Sual verirəm ki, ay Süleyman, 15 bunların hansı ilə qarşılıqlı sadədir? Məsələn, sən deyəcəksən müəllimə, 1, 15 qarşılıqlı sadədir. 2, 15 qarşılıqlı sadədir. 3 ilə olmur. Çünki 15 3-ə bölünür. 5 də Tamam. olmur.
Hə, bir daha onu başa salım. İndi mən sənə deyirəm ki, bu ədədlərdən Süleyman, hansı 15-lə qarşılıqlı saydadır? Sən bir-bir seçirsən də, məsələn, müəllimə 1, 2, 5 olmaz, 6, 10 olmaz, 9 niyə? İkisi də 3-ə bölünür, 6 da olmaz, ay sağ ol. Çünki hər ikisi 3-ə bölünür. 15 də 3-ə bölünür, tamam. 6 da. Deməli 2 olar, 4 olar. Düzdürmü? Sonra nə olar? 7 ilə 15 olar. Bu 8 ilə 15 olar. 9 3-ə bölünür, 15-ə bölünür, olmaz. 11 15 olar. Sonra 12 12 olmaz. olmaz. Düzdür. 13 13 olmaz. 15, bir də 14 15. Neçədən oldu? Say görək. 1 2 3 5, 4 3, 5 4, 6. 8. Aha, 8 dənə. Düzdür. Tamam. İndi biz bunu belə tapmaq vaxt aparır axı. Bir-bir görsən, Tamam. məsələn mən burada 15 yox 150 desəm oturub bunu hamısını hesablamağa imtahanda vaxtımız gedər. Onun Tamam. qəşəng asan qaydasını tapıblar bizdən ötürü. 15-i sadə vuruqlara ayırırıq. 3 5 5 1. 3-dən neçə dənədir? 5-dən neçə dənədir? Bir dənə. Bir tane. İstəyir Allah var burada 3-dən 50 dənə olsun. Yəni neçə müxtəlif sadə vuruq var? 2 İki dənə. tane. Nə edir? 15-dən çıxır bir dəfə bunu 1 çıx 3-də biri. O birisi sayda vuruq neçədir? 1 çıx 5. 5 tane. İndi gəl baxaq. 1-dən 3-də 1 çıxsaq, bunu buna uyğun olaraq 3-də 3 yaza bilərik də. 3-də 3-dən 3-də 1 çıxsam, 3-də 2. 2. Bunu da 5-də 5 yazsam, 5-də 5-dən 5-də 1 çıxsam, 5'te 4. 5-də 4. 3 vur 5 neçə eləyir? 15. 15. Bunlar ixtisar gedir. 2 vur 4. 8. Biz də neçədən tapmışdıq? 8. Başa düşdün? Bak. İndi buna aid başqa bir nümunə verir. Məsələn, 15 demirəm, deyirəm ki, gəl 120 ədədindən düşün görək. 100 A-dan demirəm də, 120-dən kiçik və 120 ilə qarşılıqlı sadə olan ədədlər. 120-ni sadə vuruqlara ayırırıq. Tamam. 2, 60. 62, 30. yenə 2, 15, 15. 3, 3. 5, 5. 5, 1. İndi 2-dən, 3-dən, 5-dən neçə dənədir? Her 3. 1. 1. Aha, 3, 1, 1. Amma bunlar bizə lazım deyil. Yəni 120-ni bir dəfə vuracağam. 2'ye. 1 çıx 2-də Ha, 1 1, çıkışta 1. Bir de 3. 1 1 çıx 3'te 1. Bir de 1 çık 5'te 1. 5-də 1. Başa düşdün? Bak. 120 vurulsun. 1-dən 2-də 1 çıxanda. 3'de 2. Aha, 2-də 2-dən 2'den 2-də 2'de 1 1 çıxırsan. çıktı. Aferin. Orada 3'de 3'den 3'de 1 çıkıyor. 3'de 2. 5'te 5. 5'te 4. 5-də 4. İndi gəl ixtisar aparaq. Deməli, elə 2'ler 2-lər gelir. getdi. Düzdür. 3 ilə bunu apara bilərsən. 40. 5 ilə də 40 apara bilərsən. 1, 8. Nə qaldı? 8 vur 4. 4. 2. Yani yoxlasaq aslında düz çıxacaq, amma Aha. çox vaxt yaparız. Amma belə daha rahat. Bak. Все. Bitti. Natural ədədlər. Aydın oldu. Bak. Dəqiq. Böyle. Yoxdur qaranlıq qalan bir şey. Yok. Videonu kayd etmişəm. Təzədən təkrarını baxacaqsan və işləyəcəksən tapşırıqlarımızı. Yaxşı, indi biraz Bak. açaq. Təklərdən biraz işləyək, qalanını evə verəcəm. Limon bağlayayım, kayd edim.